Herkese salam. C++ seriyasının 3-cü bölümünə xoş gəlmisiniz. Bu bölümdə cəmi haqqında verilmiş tapşırığı yerinə yetirəcəyik. Birinci şərt. Cəminin yük, sürət və benzin limiti qoyuruq cəmiyə. İstifadəçidən məlumatlar daxil etməsini istəyirik. Hamısına uyğun olduqda icazə veririk, digər halda isə qadağan olduğunu bildiririk. İndi gəlin kodu yerinə yetirək. Qeyd edim ki, bu kod biraz uzun olacaq və izahat da uzun çəkəcək. Amma elə də çətin kod deyil. Yəni əgər digər videolarda yaxşı başa düşmüsünüzsə, böyük ehtimalla bu videoda siz üçün hələ də çətin olmayacaq. Mən burada int main əvəzinə gəlin yazaq cəmi güvənliyi kontrol və burada bəzəyin mötərizənin içində bütün kodu yazacağıq. Gəlin biz artıq dəyişənlərimizi yazaq. Int max olsun. Yanacaq. Max yanacaq. Düzü sayın minimum yanacaq. Minimum yanacaq daha məntiqlidir. Yanacaq olsun 5 litr. Daha sonra int max sürəti olsun 45 km. Saatda 45 km sürət. Biz ki, gəmilər hələ də sürətlə hərəkət eləmir. Yük gəmiləri nəzərdə tuturam. Və int max yükdə olsun 250 ton. 250 ton, bu qram nəzərdə tutmayın, tondur bu. Daha sonra bir dənə də int yanacaq. Bu dəfə sadəcə adlarını yazıram, çünki bunlar ayrı dəyişəndir. Yanacaq, sürət və yük yazıram. İndi artıq bunlar limitdir. Yox, daha doğrusu bunlar limitdir və bunları biz daxil edəcəyik. Ona görə gəlin çap və daxil etmə hissəsinə keçək. Yazaq yanacağı daxil edin. Yanacağı daxil edin. Və burada sin yanacaq. Daha sonra ensin Ctrl-C. Ctrl-V. Bir anda Ctrl-V. Belə işimizi qısalda bilərik. Bunu da aralayaq ki, qarışıq olmasın. Daha sonra yanacağı daxil edirsə, ikincidə biz sürətə daxil edəcəyik. Sürətə daxil edin və sin sürət. Burada da yükü daxil edirik. Bu hissəni elədik. İndi gəlirik limit hissəsinə, daha doğrusu yəni şərt hissəsinə. Limit də deyə bilərik. If əgər birinci yanacağın limitinə baxaq. Yanacaq bizdə minimumdan olduğu üçün yanacaq əgər minimumdan böyüdürsə olsun yanacaq təhlükəli deyil. Shout yazırıq. Yanacaq problemi yoxdur. Else yəni əks halda yox deyiləm. Pythondan qarışdım. Else yəni əks halda siyat yanacaq problemi var. Yəni də bunu Ctrl-C, Ctrl-V ilə keçə bilərik.
Sizi yormayayım diye bu sentez geçtim. Gördüğünüz gibi bunun hamısını yazdım. Eğer yanacaq, minimum yanacaqdan çoxdursa problem var. Yanacaq problem yoxdur. Yanacaq minimum yanacaqdan azsa yəni problem var. Bunların işarələrini dəyişdirək. Cət problemi yoxdur. Ən axırda return 0. Return 0. İndi gəlin kod çalışdıraq. Bu nədir verdi bizə? İndi səhvimizə baxaq. Bayaq qeyd etdiyim kimi biz burada uçuş gemi güvənliyi kontrol yazmışıq. Bunu biz int main içində çalışdırmalıyıq. Int main olsun uçuş söyləyəcəm yəni. Gemi güvənliyi kontrol. Bunun adını düz yazmışam, unutmaram. Gəlin indi yoxlayaq. Yanacağı daxil edək. Yanacağımız olsun 1200 litr, 120 litr. Sürəti daxil edək 46 km/saatda. Yükü daxil edək olsun 213 ton. Nədir? Yanacaq problemi yoxdur, sürət problemi var, yük problemi yoxdur. İndi burada bir dəqiqə hərf səhvləmişəm və bir də ona qeyd edim ki, buradakı hamısının arxasında boşluq qoyaq ki, bir dənə yükdə də qoyaq. Boşluq qoyaq ki, ondan sonra bir söz gəldikdə birləşik olmasın, bitişik olmasın. Və kodumuz tam şəkildə hazırdır. Ona görə kodu nəticə çıxar etmək lazımdır. Yanacağı daxil edək 120 litr. Sürəti daxil edək 46 litr. 46 saatı 46 km sürət. 213 ton yük. Yanacaq problemi yoxdur, sürət problemi var, yük problemi yoxdur. Hətta bu kodun daha rahat anlaşılan olması üçün /n yaza bilərik hamısına. /n bunu da qeyd edək. /n yuxarıda qoymalıyıq. /n /n və ən axırıncı /n. İndi 134 litr, 45 kilometr, 123 ton. Yanacaq problemi yoxdur, sürət problemi var, yük problemi yoxdur. Deməli, kod tamamilə işləyir. Ümidvaram bu kodun da məntiqini tamamilə anladınız. 4-cü bölümdə görüşənədək. Hamınıza sağ olun.